Deməli, Peyğəmbər və ali Peyğəmbərin məhəbbəti, vilayəti, imaməti biz insanlara birləşib, şəfaət edib, həmən naqisliyi aradan aparır, kamilləşir. Odur mənası. Şəfaət təkvini deyirlər buna. İndi siz mənə deyə bilərsiniz, Quranda buna dair bizim ayəmiz var. Mən sizə bu günləri bir dənə Quran ayəsini deyirəm, aşkar ayə. Zuxruf surəsi 86-cı ayə. Bu ayəni də əzbərləyin. Allah bu ayədə buyurur Zuxruf 86-da. Və la yəmlikullezine yed'un min dunihi şəfa'a illa men şəhidə bil haqq və hum ya'lamun. Əvvəl sizin bunu hərf-hərf tərcümə eləyəcəm. Çünki bilirəm bu çəkilir, sonra buna əzizlərimiz də sonra da baxacaqlar, elə uzun illər baxılacaq. Ona görə qoy bunu əvvəl mən hərf-hərf tərcümə eləyim sizə, sonra ümumi ayə tərcümə eləyim, sonra özümüz elə qərar verək. Özümüz də olay müfəssir, əlhamdülillah. Hamımız, bu günləri burada hamımız olacaq müfəssir, amma bir dənə ayənin müfəssiri. Da bütün Quranı yox, bir ayənin müfəssiri siz də olacaqsınız. Yəni bu sözü verirəm sizə. Məclisdən çıxanda Zuxruf 86 üçün olacaqsınız müfəssir, təfsirçi olacaqsınız. Yaxşı, hərf-hərf başlayıram. Bismillahirrahmanirrahim. Və la yəmliku. Malik deyirlər. Malik deyirlər, yəni sahib deyirlər. Biz də işlədirik. Filan kəs buna evə malikdir, mülkə malikdir, onun maliki budur. Və la yəmliku. Allah deyir, malik deyirlər. Əvvəl hərf-hərf tərcümə edirəm. Malik deyirlər. Əlləzinə, o kəslər ki, yəd'unə, çağırırlar, yəd'unə, dua edirlər, çağırırlar. Ərəbcə iki mənası var. Çağırırlar min dunihi, Allahdan başqasını. Deməli, onların Allahdan başqa çağırdıqları şəfaətə malik deyirlər. Bura qədər ayə göstərir ki, Allahdan başqa kimi çağırsın, onlar şəfaətə malikdir. İlla, məgər, istisna. İstisna, nə deməkdir istisna? İstisna ərəb sözüdür, biz də işlədirik. Azərbaycanca deyirlər istisna. Hə? Filan kəslər müstəsna olaraq, yəni istisna, bunlar burada xaric olub, hökmdən xaricdir. Bunlar müstəsna, Azərbaycanca belə işlənir, müstəsna olaraq. Ruslar deyirlər məsələn iskuliçeniya, istisnaya. İstisna nədir? Bax, bəzi fərdlərin, istər fərd demədiyən xarici obraz, fərq eləməz. Bəzi fərdlərin ümumi hökmündən xaric olmaz. İstisna budur. Bütün kənd cəmaatı gəldi, illa filan kəs. Yəni, ümumi hökm nə idi? Gəlməkdir. Də hamı gəlmişdi, filan kəslər gəlmədi. Deməli, ümumi hökmdən bəzi fərdlərin xaric olmasında nə deyərlər? İstisna. Yəni, da bunun üçün gərək hökmən deyir ki, imamət biləsən filan. Yox. Bu istisna ilə budur. Yəni Azərbaycan dilində də budur, Rusdan da soruşsun deyəcək budur, Ərəbdən də soruşsun budur, İngilisdən də soruşsun əgər istisna varsa deyəcək budur istisna. İstisna ümumi hökmdən həmən məfhumun bəzi fərdlərinin xaric olmasıdır, kənara qalmasıdır. Buna istisna deyil. Yəni istisnanın mənası budur. Bütün insanlar, məsələn, bütün alimlərə hörmət eləyim, məsələn, filan kəsdən başqa. İlla filan kəs, yəni ondan başqa. Yəni onun istisnanı çünki başqa da tərcümə eləyə bilərsən, ondan başqa. Yaxşı. Qayıdıram ayəyə. Yenə hərf-hərf tərcümə eləyirəm. Onların və la yəmlikullezine yed'un min dunihi şəfaətə. Onların Allahdan başqa çağırdıqları şəfaətə malik deyirlər. Yaxşı. Çağıranın şəfaatla nə əlaqəsi var? Deməli, şəfaat gözləyirsənsə kimdən, onu çağırırsan da, düzdür? Onların Allahdan başqa çağırdıqları şəfaətə malik deyirlər. İlla, məgər, istisna. Mən şəhidə bil haqqı və hum ya'lamun. Haqq olaraq şəhadət verən və alimlər, bilənlərdən başqa onların çağırdıqları şəfaətə malikdir. Ayənin mənası nə oldu? Haqq olaraq şəhadət verib və bilənlərdən, elm əhlindən, elmi olanlardan, necəsin tərcümə elə, onlardan başqa, onların Allahdan başqa özgə çağırdıqları şəfaətə malikdir. Deməli, bu iki sifət ki var, mən şəhidə bil haqq və hum ya'lamun. Haqq olaraq şəhadət verən və bilən.
Bunlar şəfaata malikdir yoxsa yox? Bunlar şəfaata malikdir. Bunlar şəfaata malikdir. Yaxşı, bu Quran ayəsini neyniyək indi biz? İndi bəzilərini görmüşəm, deyir ki, bu mələklərə aiddir. Niyə mələklərə aiddir? Nə üçün mələklərə aid elədin bunu? Niyə mələklərə aid elədin? Hansı əsasla? Çünki sən ümum kəlama qeyd qoymaqdan ötürü gərək o sahibinin özündən soruşasan. Danışanın özündən. Mən deyirəm ki, sizdə deyirəm, bir dənə su istəyirəm mən. Bir nəfər böyürdən deyir ki, deyəsən ilıq su istəyirdi. Sənə dedilər ilıq su bəyə. Sən su deyiblər, ilıq da gətirsin, soyuq da gətirsin, haqqım var. Ümumi söz demişəm, mən su demişəm. Mən deməmişəm, hə, ilıq su istəsəydim, deyərdim ilıq suda. Hə? Qaynar su istəsəydim, deyərdim qaynar su. Soyuq istəsəydim, deyərdim soyuq su. Mən deməmişəmsə, sən mənim sözümə niyə qeyd qoyursan? İndi bu hələ bizim öz aramızda belədir. Üstə gəl Allah, Rəbbimiz, Xaliqimizin kəlamına mən qeyd qoya bilərəm, sən qeyd qoya bilərsən. Mələklər olsaydı, Allah deyərdi ki, onların Allahdan başqa çağırdıqları şəfaata malik deyil, mələklərdən başqa. Belə deyərdi. Bəli, çətin idi belə demək. Niyə mən şəhidə bil haqq və hum ya'lamun? Onlar ki, haqq olaraq şəhadət verirlər və onlar alimdülər. Kimdir bu kəslər ki, Zuhruf 86-nın dediyi, Allah onlara istisna qoyub, onları hökmdən ayırıb, deyir, bunlardan başqaları kimi çağırsın şəfaata malikdir. Amma bu sifətləri olanlar şəfaata malikdir. Kimlərdir bunlar? Düşürük sorağına. Elə Quranın özü ilə düşürük sorağına. Kimdir bunlar görəsin? Yaxşı. Əgər düşün ki, o riyaziyyatda mənim yadınıza gəlir yoxsa yox, o vaxtda əksini fərz etmə metodu vardı. Bəzi məsələləri həll eləyəndə biz əksini fərz etmə metodu ilə eləyirdik. Əksin fərz eləyirdik, deyirdik ki, tutaq ki, belədir, onda belədir. Əksin fərz eləyirdik. Əgər əksi doğru olmayanda, deməli o doğrudur. Əksini fərz etmə metodu. Yaxşı, tutaq ki, deyək ki, bu Peyğəmbərə aiddir bu söz, bu sifətlər. Ondan başqasına aiddir. Bu düz gələr, yoxsa düz gəlməz? Onda belə çıxar ki, kimsə var ki, Peyğəmbərdən istin. Amma bütün müsəlmanlar, burada istisna yoxdur. Bütün müsəlmanlar bir ortaq fikirdədirlər ki, yaranmışların ən şərəflisi, ən üstünü Məhəmməd İbni Abdullah sallallahu aleyhi və səlləm. Elhamdülillah ki, bunda ixtilafımız yoxdur. Bunda ixtilaf yoxdur müsəlmanlar arasında. Şükürlər olsun Allaha. Kaş heç olmayaydı. Arzumuz bizim budur. Bu məsələdə ixtilafımız yoxdur ki, Peyğəmbər sallallahu aleyhi və aleyh əşrəfül məxluqatdır. Bütün yaranmışların ən şərəflisi, ən üstünüdür, ən fəzilətlisidir. Yaxşı, belə olan halda, deməli, bu ayənin, Qur'anın dediyi iş, onların Allahdan başqa çağırdıqları şəfaata malik deyirlər, illa məgər bir dəstə insan var, şəhidə bil haqq və hum ya'lamun, onlar haqqa şəhadət verir və onlar bilirlər. Bunun ən bariz, ən aşkar misalı kimdir? Əziz Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi. Yaxşı, indi Qur'ana əsasən, Zuhruf surəsi 86-cı ayə əsasən, mən ya Allah deyirəm ya Məhəmməd. Mən doğru eləyirəm, yoxsa səhv eləyirəm? Doğru eləyirəm Qur'ana görə. Qur'an mənə deyir ki, bu sifətə malik olan, o şəfaata malikdir. Bu sifətləri olan şəfaata malikdir, Qur'an deyir mənə. Yaxşı, bura qədər sübut oldusa bəsimizdir. Niyə bəsimizdir? Çünki Peyğəmbər salavatullah dedi ki, Əli məndəndir, mən də Əlidənəm. Deməli, onda ya Əli də sübut oldu, həmən sifətlər onda da var. Əgər desəydi ki, onların Allahdan başqa çağırdıqları şəfaata malik deyil, ancaq Peyğəmbər, onda deyərdi ki, yox, bu elə Peyğəmbərin özünə aiddir, başqasına aiddir. Peyğəmbər deməyib ki, iki dənə sifət deyib, haqq olaraq şəhadət, bir də elm. Şəksiz və şübhəsiz Peyğəmbərlikdən başqa, təkrar edirəm, Peyğəmbərlikdən başqa, üçüncü dəfə deyirəm, bütün Peyğəmbərdə olan Peyğəmbərlikdən başqa, dördüncü dəfə fəzilət və kamillik və gözəlliklər hamısı Əli və övladı Əlidə cəmlənib. Ona görə, bəli, madəm ki, Allah Peyğəmbərlik sifətin önünə çəkməyib,
digər sifətlərlə tanıtdırıbsa, Həzrət Əlidə də o sifətlər var. O da haqq olaraq şəhadət verən. Haqq olaraq şəhadət nə deməkdir? Yəni onlar deyəndə ki, əşhədü ən la ilahə illallah təkcə dilində demirlər. Onların bütün vücudu təvhidə işarədir, əlamətdir. Onların əməlləri də deyir la ilahə illallah. Onların dili də deyir la ilahə illallah. Onların əxlaqı da deyir la ilahə illallah. Onlar şəhadət verəndə haqq olaraq şəhadət verirlər. Yəni bütün sözü, əməli, qəlbi, ürəyi hamı bərabərdir, birdir onun üçün. La ilahə illallahın təcəssümüdür onlar. O Peyğəmbərin xanımlarının birindən soruşdular. Dedilər, sən Peyğəmbərin xanımısan, bilərsən, keyfə kanat xuluqu. Peyğəmbərin əxlaqı necə idi? Gözəl bir dənə cavab verdi, qəşəng cavab verdi. Dedi, kanat xuluquhul Qur'an. Peyğəmbərin əxlaqı Qur'an idi. Demir ha, Qur'ana əməl edirdi. Yox, əxlaqı Qur'andır. Qur'an, özü canlı Qur'andır. Təkcə Qur'anı dili ilə oxumurdu. Bütün əməlləri Qur'an ayələrin təcəssüm elətdirirdi, canlandırırdı, yaşayırdı, yaşadırdı. Budur, haqq olaraq şəhadət vermək budur. Şəksiz və şübhəsiz bu Həzrət Əlidə də var, İmam Hüseyndə də var və xanım Fatimə-i Zəhra salamullah əleyhada da var. Ona görə Qur'an ayəsinə əsasən, Zuxruf surəsi 86-cı ayə əsasən xanım Fatimə-i Zəhra salamullah əleyha şəfiədir. Daha kişiyə deyərlər, bu şəfiədir. Yəni şəfaət edicidir. Allahın izni ilə Allah onları bu cür xəlq eləyib ki, onlar bütün varlıq aləmi üçün şəfaətçidirlər. Şəfaətin də mənasını bildiniz. Daha bundan sonra deməyin, imtihandan kəsiləcək, gedəcək, onlardan xahiş eləyəcək, qiymətimizi artırsın. Yox, belə deyil. Elə Allah bu cür xəlq eləyib, yaradıb ki, onların məhəbbəti, onların imaməti, onların vilayəti bizim o naqisliklərimizi aradan aparır. Artıq biz, belə deyək də, mənəvi suzluğumuz yatır, sonra məhşərə daxil oluruq. Necə bu su bizim maddi suzluğumuzu və yaxud biyoloji suzluğumuzu yatızdırırdı, onlar isə bizim Peyğəmbər və Ali Peyğəmbər isə bizim mənəvi naqisliklərimizi aradan apar. Allah onları bu cür xəlq eləyib, bu cür yaradıb, Allah verib, əta eləyib onlara.